Bürclərin səsinə xoş gəldiniz. Bu video 2026-cı ildə şansı 5 qat artacaq bürclərin ikinci hissəsidir. Ötən dəfə 5 bürcdən danışdıq. Amma çoxunuz soruşdunuz, bəs digər bürclər necə olacaq? Bugün qalan digər bürclərin 2026-cı il enerji xəritəsini açacağam. Hər biri üçün dolu, real dəyişikliklərdən və ilin gətirdiyi mesajdan bəhs edəcəm. 2026-cı il Buğa üçün illərdir gözlədiyi rahatlıq və sabitlik dövrünü gətirir. Buğa bəzən sanki çalışır, amma nəticə gec gəlirdi. Nəhayət ki, bu il gördüyün işlər açıq-aşkar görünəcək. Maddi tərəfdə sürətli bir yüksəliş, əlavə gəlir qapıları və uzun müddət arzuladığın yüngüllük hissi gələcək. İşdə sənə mane olan detallara aydınlıq düşür. Münasibətlərdə isə nəhayət rahat nəfəs alırsan. Buğaya 2026-cı ilin mesajı: səbr səni zirvəyə çıxardı. İndi əvəzini alma vaxtıdır. 2026-cı il tərəzinin həyatında balansdan daha çox güc ili olur. Bu bürc həmişə hamının yükünü daşıyır, amma özünü axıra saxlayırdı. Bu il artıq özünü seçdiyin üçün hər şey sənin xeyrinə dəyişir. Qərarsızlıq bitir. İşdə və sosial dairədə nüfuzun artır. Sənin sözün daha çox dinlənilir. Əməkdaşlıqlardan fayda görəcək, karyeranda gözlənilməz yüksəliş yaşayacaqsan. Tərəziyə 2026-cı ilin mesajı: özünü seçdiyin anda dünya da səni seçir. Xərçəng 2026-cı ildə emosional olaraq çox yüngülləşir. Bu il sənə bir xoş xəbər gəlir. Bu ailə, ev, iş və ya şəxsi həyatla bağlı ola bilər. Xərçəng üçün ən vacib olan şey təhlükəsizlikdir və məhz bu il həyat sənə gözlədiyin təhlükəsizliyi verir. Maddi tərəfdə də rahatlama, ailədə bir müsbət dönüş, münasibətlərdə isə sabitlik artır. Sanki illərdir daşıdığın bir yük yavaş-yavaş yox olur. Xərçəngə 2026-cı ilin mesajı: keçmişi burax, gələcək artıq sənin tərəfindədir. Əkizlər üçün 2026-cı il sürət və yüksəliş ilidir. Sən bu il bir ideyanla belə həyatını dəyişə bilərsən. Karyerada dəyişiklik, diqqətin artması, yaradıcılıq partlayışı və insanlarla daha güclü əlaqələr qurmaq imkanı gəlir. Əkizlərin fikirləri bu il xüsusi dəyər qazanır. Kimsə sənin dediyin bir sözlə böyük addım ata bilər. Hərəkətin, enerjin və tempin 2026-cı ildə hamıdan fərqli olacaq. Əkizlərə 2026-cı ilin mesajı: düşündüyünü danış, danışdığını isə yarad. Sözlərin gücə çevrilir. Əqrəb üçün 2026-cı il tam dönüşüm ilidir. Sənin üçün bu il ən güclü dəyişiklik maddi sahədə görünəcək. Əlinə elə bir fürsət keçə bilər ki, əvvəlkinin 5 qat daha yaxşısını gətirsin. Uzun müddətdir səni sıxan bir dövr qapanır. Yerinə güclü, rahat və sabit bir enerji gəlir. Əqrəbin dəyişimi dərin olur və hər dəfə dəyişəndə daha güclüsü gəlir. 2026-da da məhz belə ildir. Əqrəbə 2026-cı ilin mesajı: auranı təmizlə, dəyiş, yenilən. Bu il gücün zirvəyə çıxır. Qız bürcü üçün 2026-cı il əziyyətin mükafatını alma ilidir. Bu bürc illərdir çalışır, plan qurur, yorulur, amma nəticə gec gəlirdi. Nəhayət ki, 2026-cı il sənə yaxşı ki çalışmışam dedirdəcək. Peşəkarlığın tanınacaq, işdə nüfuzun artacaq, maddi tərəfdə yüksəliş gələcək. Sağlamlıqda da rahatlama görünür. Sənin planların bir-bir gerçəkləşəcək və nəhayət həyat öz sisteminə düşəcək. 2026-cı ilin qıza mesajı: zəhmətin boşa getmədi. 2026-cı il səni alqışlayır. Şir üçün 2026-cı il səhnəyə qayıdış ilidir.
Bu il insanların diqqəti yenidən sənin üzərində olacaq. İşdə böyük irəliləyiş, arzuların reallaşması, nüfuzun artması və özünə inamın pik səviyyəyə qalxması gözlənilir. Şir bəzən yorulur, amma yorulduğu anda belə o parıldamağı bacarır. 2026-cı il məhz bu parıltını gücləndirir. Şirə 2026-cı ilin mesajı: səhnə sənindir, parla və heç kimə qulaq asma. Burada adı keçməyən bürclər üçün birinci hissəni izləməyi unutmayın. Orada da çox güclü məlumatlar var. Alma vermə balansını qorumaq üçün kanala abunə olun. Bu həm sizi dəstəkləyir, həm də mənə daha çox belə məzmun yaratmaq üçün motivasiya verir. Və şərhlərdə yazın, hansı bürcdənsiz? Görək kanalda hansı bürclər bizi daha çox izləyir. Və videonu bəyənməyi unutmayın.